Məkri zənən. Kişi hər dəfə namazını qurtaranda əllərini göyə açıb belə dua edərmiş. Ey Allahım, bizi şər şeytandan, quru böhtandan hifz elə. Hər dəfəsində də arvadı ona deyərmiş ki, a kişi, məkri zənəndən də de. Kişi isə ona deyərmiş, arvad zənən nəkarədir ki, mənə nə isə edə bilsin. Arvad öz-özünə deyir ki, yaxşı kişi, baxarıq. Günün birində yenə kişi öz işindədir, xışla, öküzlə yer şumlayır. Arvadı da ona çörək aparır. Arvad yolda bir balıq satana rast gəlir. Baxır ki, balıqlar hələ diridir. 2 dənə balıq alıb yoluna davam edir. Kişinin işlədiyi tarlaya çatanda gizlincə kişinin güc sürəcəyi yerdə balıqları torpağın altında gizlədir. Çəkilir bir ağac altında kişinin yeməyini hazırlamağa başlayır. Bu arada xışın torpağı çevirdiyi yerdə üzə çıxan balıqları görən kişi balıqları götürüb arvadın yanına gəlir. Deyir, bizimkini Allah yetirdi, arvad. Bax ki, şundan 2 dənə yaxşı balıq tutmuşam. Apar təmizlə, axşama bişir. Axşam evinə dönən kişinin qabağına arvad pendir filan qoyduqda kişi soruşur, bəs balıqlar hanı? Arvadsa ona təəccüblə baxaraq soruşur ki, əşi, nə balıq, nə filan, sən nə danışırsan? Kişi çığır bağır salır ki, necə yəni hansı balıq? Sənə şundan 2 dənə balıq tutub vermişəm. Sən nə deyirsən? Qısası kişi arvadı döyməyə başlayır ki, yəni mən sənə balığı əlimlə vermişəm, necə yəni balıq yoxdur? Səsə gələn qonşular əhvalatın nə olduğunu soruşurlar. Arvad deyir ki, ay cəmaat, bu kişi dəli olub. Görün o nə deyir? Deyir ki, şundan balıq tutdum, tutub vermişəm sənə. Kişi biraz da əsib coşur, qonşular fikirləşir ki, doğrudan da deyəsən bu kişi dəli olub. Onun əl qolunu bağlayıb, oturdurlar bir tərəfə. Biraz sonra arvad qızardılmış balığı ortalığa gətirir. Deyir ki, kişi, məkri zənəndən də deyəcəksənmi?